Məlumat verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayət qızının atası Hidayət Baxşəliyev vəfat edib. Moderator Azın xəbərinə görə aparıcı bununla bağlı paylaşım edib. O atası ilə bağlı bunları yazıb. Bu dünyadan bir kişi adam kimi adam gəlib keçdi. Yurd həsrəti ilə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna balasının ziyarətinə xəstə canla getdi. Ancaq getdi. Mənimlə getmək istədi yurduna. Qırılmış qəlbim imkan vermədi, arzusu gerçəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə bağışla məni ata. İki arzusunu həyata keçirə bilmədim. Məndən asılı olmayan səbəblərdən. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin. Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlindən gəlmədi. Əlavə edək ki, Xoşqədəm bir müddət əvvəl Nasufilə Baxşəliyevanı da itirib. Bəzən sənət adamları efirə çıxmadan daşı o edə bilirlər. Ancaq bu bir qədər ucuz alınır. Kanal S-də yayımlanan Mikail ilə 5 gün verilişinə dəvət edilmiş müğənni Rəvan Qarayev proqramda iştirak edəcəyini şəxsən təsdiqləsə də, gün boyu anonslar yayımlansa da heç bir xəbərdarlıq etmədən efirə gəlməyib. Öncədən anonsu verilmiş bir proqrama qarşı belə məsuliyyətsiz yanaşma ilk növbədə tamaşaçılara hörmətsizlikdir. Efirdə olmaq məsuliyyətdir. Verilən söz, yayımlanan anons və yaradılan gözlənti ciddi yanaşma tələb edir.